Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi bu dəqiqələrdə Bakı məhkəmə kompleksində zəruri sənədlərin tədqiq olunması ilə davam etdirilir. Qeyd edək ki, sonuncu məhkəmə iclasında tərəflər çıxış edərək müxtəlif vəsadətlər vermişdilər. Həmin məhkəmə prosesinin iclasında zərərçəkmişlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmədə elan olunması prosesi başa çatmışdı. Qeyd edək ki, həmin zərərçəkənlər və zərərçəkmişlərin hüquqi varisləri məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və həmin ifadələrin də məhkəmədə elan olunmasını xahiş etmişdilər. Həmin ifadələrin elan olunması artıq bir neçə iclas idi ki, məhkəmə prosesində davam etdirilirdi və sonuncu məhkəmə iclasında başa çatdı. Bundan sonra tərəflər müxtəlif vəsadətlərlə çıxış etdilər. İttiham tərəfini müdafiə edən prokuror çıxış edərək bəzi zəruri sənədlərin olduğunu, həmin sənədlərin də məhkəmə istintaqında tədqiq olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs Ruben Vardanyan isə iş üzrə keçən bəzi sənədlərlə, materiallarla tanış olmaq istədiyini bildirdi. Bunun üçün ona və onun vəkilinə zaman ayrılması və şərait yaradılmasını xahiş etdi. Məhkəmədə onun vəsadətini təmin etdi. Bundan sonra müdafiə tərəfinə həmin sənədlərlə tanış olmaq üçün zaman tanındı, imkan yaradıldı. Qeyd edək ki, ümumiyyətlə bu cinayət işi üzrə olduqca çox sayılı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri var. Artıq bir ilə yaxındır ki, məhkəmə istintaqı aparılır. Bu müddət ərzində yüzlərlə vətəndaşımız məhkəmədə ifadə veriblər. Hansı şəraitdə, harada zərər çəkdikləri barədə bildiriblər. Eyni zamanda iş üzrə keçən çox sayılı sənədlər, subutlar, faktlar var ki, eyni zamanda zərər çəkmişləri ifadələri var ki, yüzlərlə vətəndaşımızın da ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan olunub. Məhkəmə prosesi açıq keçirilir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük. Təşəkkür edirəm sizə Südabə məlumatlarınız üçün. Bir daha xatırladaq ki, erməni əsilli şəxslərin məhkəmə prosesi davam edir. Prosesin gedişatı ilə bağlı son məlumatları birbaşa bağlantıda əməkdaşımız Südabə Cahangirlidən eşitdik.